Kafedə oturub yemək yeyən şəxs qəfil boğulmağa başlayıb. Tikəsi nəfəs yoluna düşən şəxsin vəziyyəti ətrafdakıların təşvişə düşməsinə səbəb olub. Bu zaman yaxınlıqdakı masadan qalxan bir nəfər Heimlich manevri tətbiq edərək onu xilas edib. Hadisə Nəsimi rayonunda yerləşən kafelərdən birində baş verib. Həmin anda müştərilərdən birinin həkim olması mümkün faciənin qarşısını alıb. Onun vaxtında müdaxiləsi sayəsində boğulma təhlükəsi aradan qaldırılıb və şəxs xilas edilib. Həkimlərin sözlərinə görə, dünyada hər il qeydə alınan ölümlərin təxminən 7%-i yuxarı tənəffüs yollarına yad cismin düşməsi nəticəsində baş verir. Hər kəsin istənilən vaxt üzləşə biləcəyi belə hallarda vaxtında və düzgün müdaxilə insan həyatını xilas edə bilər. Tənəffüs yollarına yad cisim düşdüyü zaman çox təəssüf ki, yol verilən ən böyük səhvlərdən biri həmən müdaxilə etmək istəyidir. Əgər şəxsdə öskürək halı varsa, yəni yuxarı tənəffüs yollarının keçiriciliyi tam olaraq tutulmayıbsa, yad cisim tənəffüs keçiriciliyini tam tutmayıb, hissəvi olaraq tutubsa, bu zaman şəxsə müdaxilə etmək deyil də, şəxsə bir qədər rahat buraxmaq, onun öskürməyini istəmək və öskürərək həmin o yad cismin çıxartmasına təkan verici bir rol oynamaq daha düzgün olardır. Həkim deyir ki, əgər tənəffüs yolları tam olaraq tıxalı olursa, bu zaman müdaxilə mütləqdir. Bu böyüklərə aiddir, qeyd edilmiş detal. Şəxsi bir qədər irəliyə doğru əyərək kürək nahiyəsindən 5 zərbə endirib, bir qədər maili formada 5 zərbə endirib və sonra isə artıq Heimlich manevri adlandırdığımız manevr həyata keçirmək lazımdır. İcrası zamanı şəxsin arxa tərəfinə keçdik, kürək tərəfinə keçdik. Bir əlimizin baş barmağını digər barmaqlarımızla sıxaraq, digər əlimizlə onu sıxıb, göbək və xəncərməcər çıxıntı arasına əlinizi yerləşdirərək aşağıdan yuxarıya doğru 5 təzyiq etmiş olacaq. Qeyd edək ki, hazırda şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Xüsusi dövlət xidmətində çalışan həkim isə peşə fəaliyyətini davam etdirir. Aytən Fehruz, Nərmin Məmmədhəsənli, Bəxtiyar Babayev, Xəzər xəbər.